Hər birinizi salamlayıram. Bugünkü buraxılış imtahanına düşmüş Azərbaycan dili üzrə dil qaydaları suallarının izahını verəcəm. Suallara baxaq. Biri feilin indiki zamanının inkarındadır. Feilin indiki zaman şəkilçisi ır şəkilçisidir. Gəlməmişdi feili nəqli keçmiş zamanın inkarındadır. A variantını çıxırıq. Gəlmədi şuuri keçmiş zamanın inkarındadır. Gəlməz qeyri-qəti gələcək zamanın inkarındadır. Gəlməyib nəqli keçmiş zamanın inkarındadır. Gəlmir feili indiki zamandadır və inkarlıq şəkilçisi qəbul etdiyi üçün düzgün cavab D variantı olacaq. 28-ci sual. Hansı sırada yalnız iki sözdə eyni hərf buraxılmışdır? Buldozer sözündə D samiti buraxılıb, fotoetüd D samiti buraxılıb, xınayaxdı D samiti buraxılıb. Yəni iki sözdə yox, üç sözdə eyni hərf buraxıldığı üçün A variantını çıxırıq. Asfalt, güvənc, qəlb, yaxud qəlb də ola bilər. Hər bir halda B variantı düzgün cavab olmayacaq. Ambisiya M samiti buraxılıb, tramvay M samiti buraxılıb, ambulatoriya sözündə də M samiti buraxılıb. Yəni iki sözdə yox, üç sözdə eyni hərf buraxılıb. Ona görə C variantında çıxırıq. Sellofan, pianino, aranjman. Bu nümunədə yalnız iki sözdə eyni hərf buraxıldığı üçün düzgün cavab D variantı olacaq. Digərinə də baxaq. Bariyer, müntəxəbat. Demək E variantı da olmayacaq. Düzgün cavab D variantıdır. 29-cu sual. Əlbəttə, çalışqan şagird dərslərini vaxtında hazırlayar cümləsinin sintaktik təhlil sxemini müəyyən edin. Hazırlayar xəbər, kim, şagird, mübtəda, hansı şagird, çalışqan şagird, təyin, nəyi, dərslərini, tamamlıq, nə zaman, vaxtında, zaman zərfliyi. Əlbəttə, ara sözdür, sintaktik təhlil cəlb olunmayacaq. Demək, cümlənin düzgün sintaktik təhlil sxemi təyin, mübtəda, tamamlıq, zərflik, xəbər, yəni D variantı olacaq. 30-cu sual. Hansı sözdə iki leksik, iki qrammatik şəkilçi var? Yaraqlanmaq, sözün kökü yar, yardan yaraq, yaraqlanmaq. İki leksik şəkilçi olsa da bir qrammatik şəkilçi var. A variantını çıxırıq. Qurudakılardan, quru sözün kökü, dakı leksik şəkilçi, lar qrammatik, dan qrammatik şəkilçi. Bir leksik şəkilçi olduğu üçün B variantında çıxırıq. Qurulmuşdu, qur sözün kökü, ul leksik şəkilçi, muş, dur qrammatik şəkilçilərdir. Bu sözdə də bir leksik şəkilçi olduğu üçün C variantını çıxırıq. Vətənpərvərlikdir. Vətən sözün kökü, pərvər leksik şəkilçi, lik leksik şəkilçi, dir qrammatik şəkilçidir. Bu sözdə iki leksik şəkilçi olsa da bir qrammatik şəkilçi var. D variantında çıxırıq. Uçqundakılardır. Uç sözün kökü, qun leksik şəkilçi, dakı leksik şəkilçi, lar qrammatik, dır qrammatik şəkilçilərdir. Sözdə iki leksik, iki qrammatik şəkilçi var deyə düzgün cavab E variantı olacaq. Yalnız biri saydı. 1-ə 5 miqdar zərfidir. Çoxal feildir. Sonsuz sifətdir. 1-2 qeyri-müəyyən miqdar sayıdır. Düzgün cavab elə E variantı olacaq. Birgə tərz hərəkət zərfidir. Hansı cümlədə məqsəd zərfliyi işlənib? Düşmən qorxaraq geri çəkildi. Niyə geri çəkildi? Nə səbəbə? Qorxduğu üçün səbəb bildirir. A variantını çıxırıq. Dostunu təbrik etmək üçün hədiyyə aldı. Niyə hədiyyə aldı? Hansı məqsədlə? Dostunu təbrik etmək məqsədi ilə düzgün cavab B variantı olacaq. İstidən qonaqların hamısı tərləmişdi. Niyə tərləmişdi? İsti olduğu üçün səbəb bildirir. C variantını çıxırıq. Uşaq tərifləndiyi üçün həvəsə gəlmişdi. Nə səbəbə? Tərifləndiyinə görə D variantı da səbəb bildirir. Çıxırıq. Ümumiyyətlə feil sifət tərkibi üçün qoşması ilə birlikdə səbəb zərfliyi yaradır. Anar 5 aldığı üçün, bu da eyni ilə feil sifət tərkibi üçün qoşması olduğu üçün E variantında çıxırıq. Düzgün cavab B variantı. 33-cü sual. Üzərində rəqəm yazılmış hissələr haqqında doğru fikri müəyyən edin. Əziziyəm dərdimi, suya deyim dərdimi. Bağban şirin yuxuda, əğyar gülü dərdimi. Deyim, buradakı im şəkilçisi xəbərli şəkilçisidir, yəni şəxs şəkilçisi. Dərdimi sözündəki i şəkilçisi hal şəkilçisidir. Dərdimi, buradakı mi sual ədatıdır.
Demək düzgün cavab birinci xəbərlik, ikinci hal şəkilçisi, üçüncü isə sual ədatıdır. Yəni B variantı olacaq. 34-cü sual. Nümunəyə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Mən ağa ağ dedim, qaraya qara. Sən məni istədin, çəkəsən dara. Yenicə sağalır vurduğun yara. Mənim bu yaralı könlümə dəymə. Doğrudur xanasından doğru, yanlışdır xanasından yanlış fikirlər seçməliyik. Düzəltmə sözlərdən ikisinin kökü feildir. Baxırıq düzəltmə sözlərə. Sağalır düzəltmədir, yara və yaralı. Düzəltmə sözlər bunlardır və düzəltmə sözlərdən ikisi, yəni yara və yaralı sözlərinin kökü feildir. Sağalır sözünün kökü isə sağ sifətidir. Bu fikir doğru fikirdir. Adlıq, təsirlik və yönlük halda olan isimlər işlənib. Dara çəkəsən frazeoloji birləşmədir. Frazeoloji birləşməni təşkil edən sözləri ayrıca morfoloji təhlilə cəlb etməməliyik. Yəni buradakı dara sözü yönlük halda deyil, bütövlükdə feildir, frazeoloji birləşmədir. Qaraya qara, qaraya ağa sözləri isim deyil, sifətdir. Ona görə ikinci fikir yanlış fikirdir. Təsriflənməyən feil tərkib əmələ gətirib. Yenicə sağalır vurduğun yara. Vurduğun sözü təsriflənməyən feildir, feili sifətdir. Əslində bu cümlə deyin versiya hadisəsi baş verib. Cümlə bu şəkildə olmalıdır. Vurduğun yara yenicə sağalır. Hansı yara? Vurduğun yara. Yəni buradakı vurduğun feili sifəti tərkib əmələ gətirməyib. Demək bu fikir yanlış fikirdir. Əvəzliklərin hamısı ismi əvəz edib. Baxırıq əvəzliklərə. Mən şəxs əvəzliyidir, ismi əvəz edib. Sən və məni şəxs əvəzliklərdir, ismi əvəz edib. Mənim şəxs əvəzliyidir, ismi əvəz edib. Bu işarə əvəzliyidir, sifəti əvəz edib. Deməli, əvəzliklərin hamısı ismi əvəz edib fikri yanlışdır. Çünki biri sifəti əvəz edib. Təsriflənən feillər yalnız xəbər və əmr şəklindədir. Təsriflənən feillər dedim, istədin, dara çəkəsən, dəymə feilləridir. Dedim xəbər şəklindədir, istədin xəbər şəklindədir, dara çəkəsən arzu şəklindədir. Demək bu fikir yanlış fikir olacaq. Yəni yalnız xəbər əmr şəklində yox, həm də arzu şəklində işlənən feil işlənib. Bu fikir yanlışdır. Əlamət bildirən isimləşmiş sifətlər işlənmişdir. Ağa, qaraya isimləşmiş sifətlərdir və əlamət bildirir. Doğru fikirdir. Doğrudur xanasından doğru fikri seçsək 1-i götürməliyik. Yanlışdır xanasından yanlış fikirləri seçsək 4 və 5-i götürməliyik. Düzgün cavab E variantı olacaq. 35-ci sual. İkinci dərəcəli üzvün iştirak etdiyi adlıq cümlələrin sırasını müəyyən edin. Variantlara diqqət etirsək görərik ki, hər biri adlıq cümlədir. İkinci dərəcəli cümlə üzvünün iştirak etməsinə görə biri fərqlənir. Şuşa şəhəri yalnız mübtədadan ibarət adlıq cümlədir. Həcər ananın ömrünün ahıl vaxtlarda eynən yalnız mübtədadan ibarətdir. A variantını çıxırıq. Payızın son ayı. Üçüncü növ təyin söz birləşməsindən ifadə olunmuş adlıq cümlədir. Yəni yalnız mübtədadan ibarətdir. Dəniz sahili də ilə mübtədadan ibarətdir. Demək B variantında çıxırıq. İmtahan nəticələri adlıq cümlədir, yalnız mübtədadan ibarətdir. Həyəcan və sevinç cümlələri də eynən mübtədadan ibarətdir. 10-cu sinfin uşaqları hansı sinfin? 10-cu sinfin 10-cu təyindir. Sinfin uşaqları mübtədadır. Son qələbəyə olan inam hissi, son qələbəyə olan təyindir. İnam hissi mübtədadır. Yəni bu adlıq cümlələrdə ikinci dərəcəli cümlə üzvü olan təyin işlənmişdir. O cəhətdən düzgün cavab D variantı olacaq. Səngər, əskərlər və komandirlər yalnız mübtədadan ibarət cümlələrdir. Hansı nümunədə xitab söz birləşməsindən ifadə olunub? Böyük oğlum, kiçik qızım dərs əlaçısıdırlar. Burada böyük oğlum, kiçik qızım həmcins mübtədalardır. Burada xitab işlənməyib. Əzizim, sirdaşım, köməyim sənsən. Əzizim sifətlə ifadə olunmuş xitabdır. Sirdaşım isimlə ifadə olunmuş xitabdır. Yəni heç biri söz birləşməsi ilə ifadə olunmuyub. Niyə məlulsan, Dağlar qızı? Dağlar qızı ikinci növ təyini söz birləşməsi ilə ifadə olunmuş xitabdır. Ona görə düzgün cavab C variantı olacaq. Şairdir, görünür düz ilqarı var. Görünür ara sözdür. Yəni xitab deyil. Ay yoldaş, əvvəlcədən məlumat vermək lazım idi. Ay yoldaş xitabdır və isimlə, yəni nitq hissəsi ilə ifadə olunub.
Düzgün cavab C variantı olacaq.